Demək, mövzumuz oldu nə? Cümlə əzvləri. Bugün ancaq baş izləri keçərik. Ümumi məlumat verim. Bir baş izləri keçək, ikinci dərəcə özləri gəldikdə keçərik. Ümumiyyətlə, cümlə əzvləri nədir? Baxın. Heç kəsin ixtiyarı yoxdur ki, bu şəkildə sual versin. Misal üçün də, tutaq ki, deyirəm, daş sözü. Deyirəm, deyin görüm, daş hansı cümlə əzvidir? Siz mənə deməlisiniz ki, müəllim, əvvəlcə onu cümlədə işlət. Cümlədə işlət. Mən deyim, hansı cümlə əzvidir? Çünki daş sözü cümlədə özünə müxtəlif vəzifələr qazana bilər. Müxtəlif vəzifələri yerinə getirə bilər. Belə sual verə bilərəm. Məsələn, daş hansı nitq hissəsidir? Bunu rahatlıqla sual verə bilərəm. Sizə deyəcəksiniz ki, isim. Amma daş hansı cümlə əzvidir deyə sual verə bilmərəm. Demək, cümlə əzvi olması üçün mütləq o sözün cümlədə işlənməsi vacibdir. İşlənsin ki, özünə vəzifə qazansın. Məsələn, gəlin bu daş ismini götürək. Gəlin daş isminə cümlədə müxtəlif vəzifələr verir. Müxtəlif vəzifə. Məsələn, tutaq ki, deyirəm ki, daş soyuq idi. Tutaq ki, soyuq idi. Bu birinci cümlə. İkinci cümləyə baxaq. Deyirəm ki, daş bina bu il tikilir. Bu il tikilir. Üçüncü, bu gördüyün daşdır. Daşdır. İndi deyirəm, daşı at. Dörd cümlənin dördüncə içində daş sözü. Birincidə hansı suala cavab verir? Baxın. Daş soyuq idi. Sual edir. Nə soyuq idi? Nə soyuq idi? Daş. Bu oldu mübtada. İkincidə daş bina bu il tikilir. Hansı bina bu il tikilir? Daş bina. Hansı? Burada hansı sualına cavab verir? Oldu təyin. Bu gördüyün nədir? Daşdır. Şəxs şəxsi qəbul elədi. Oldu xəbər. Daşı at. Nəyi at? Daşı at. Oldu tamam. Fikir verdinizmi? Fikir verdinizmi? Daşı əgər cümlədə adlı halda işlətdimsə, oldu mənim mübtada. Daşı başqa bir ismin qarşısında işlətdim. İki isim yanaşı gəldi. Artıq o sifətləşdi, atributivləşdi. İndi oldu nə? Təyin. Özünü başladı sifət kimi aparmağa da. Orada elə bir sifətin vəzifəsini yerinə yetirir. Oldu təyin. Təyin edici söz oldu ki, binanın materialı nədir? Nədən tikilib? Daşdanmı, kərpiçdənmi, taxtadanmı? Məlum oldu ki, daşdan tikilib. Sonra burada nə elədim? Mən şəxs şəkilsi artırdım. Şəxs şəkilsin ikinci adı nə idi? Xəbər şəkilsi. Demək, xəbərli şəkilsi artırdım, oldu cümləmin xəbəri. Daş sözünü götürdüm, hallandırdım. Hal şəkilsi ilə bərabər cümlədə işlətdim. Oldu tamamlıq. Eyni söz cümlədə müxtəlif vəzifələri qazandı. Müxtəlif funksiyaları yerinə yetirdi. Bu nədir? Cümlə əzvi. Cümlədə özünə yəni vəzifə qazandı. Xəbər vəzifəsi, tamamlıq vəzifəsi, təyin vəzifəsi, mübtada vəzifəsi. Demək, sözlər baxır cümlədə necə işlənir. Ümumiyyətlə, adlı xallı sözləri cümlədə işlətsək, adətən ya mübtada olur, ya təyin olur. Bax, burada da daş sözü adlı xaldadır. Fikir verdinizmi? Amma başqa bir ismin qarşısında keçdiyi üçün burada özünü başladı təyin kimi aparmalı. Burada elə bir əlamət keyfiyyət mənasını verdi. Təyin edici söz oldu burada. Baxır, necə işlənir. Fikrimi çatdıra bildim. Daş binada bir götürürlər. Xeyr, bu birinci yönetim birləşmədir. Daş bina. Birinci yönetim birləşmə biz demişik tərəflərdən parçalanaraq təhlil olunur. Burada ayrılır. Bina bu il tikilib. Nə bu il tikilib? Bina. Hansı bina? Daş bina. Bu binanın təyin edici sözüdür. Bunu bildikmi? Ümumiyyətlə cümlə əzvi, yəni fikrimi çatdıra bildim. Yəni ki, sözlər cümlədə müxtəlif vəzifələr qazanır. O vəzifələrə biz cümlə əzvi deyirik. Həmin sözlərə biz deyirik cümlə əzvilər. 5 cümlə əzvi var. Söz nə qədər ki, təkrar edirəm, cümləyə daxil olmur, cümlədə işlənmir, biz ona cümlə əzvi deyə bilmərik. Gərək cümlədə işlənsin, yerini bilsin, baxaq orada nə yerində işlənib, hansı vəzifəni qazanıb, ona da deyək mübtada da tamamlıq deyək. Bəs belə bir, yadınıza gəlir, bu yaxından keçmişdik, dedik ki, üzvlənməyən cümlələr. Üzvlənməyən cümlələr hansıydı demişdik? Söz cümlə. Aysın. Çünki söz cümlələr nədən ibarətdir? Ədat, modal söz, nidaq, köməkçi nitq hissəsi. Onun içində bir dənə əsas nitq hissəsi yoxdur ki, mən orada cümlə əzvi təyin edim. Üzvlənməyən cümlələr söz cümlələrdir. Cümlə əzvləri bölünür iki yerə. Baş üzvlər, ikinci dərəcəli üzvlər.
Baş üzvləri burada yazaq. Baş üzvlər. Baş üzvlər nədir? Mübtada. Mübtada bizim dominant üzvümüz. Xəbər. Bunlara deyirik cümlənin qrammatik əsası. Qrammatik əsası. Ola bilsin, sənə deməz ki, baş üzvləri tap. Deyək ki, cümlənin qrammatik əsasını tap. Bir ki, səndən mübtada xəbər istəyir. İkinci dərəcəli üzvlər adı üstündə ikinci dərəcəli, yəni ola da bilər, olmaya da bilər cümlədə. Olur təyin, tamamlıq və zərflik. Bax, belə təsəvvür edin uşaqlar, bax, belə təsəvvür edin. Fikrimi isə tam çatdırmaq üçün deyirəm. Mübtada xəbər olmazsa olmaz cümləmizdə. Mübtada ümumiyyətlə buna dominant üzü niyə deyirik? Domino insanlar deyirik. Yəni, heç kimdən asılacağı olmayan, heç kəsə tabi olmayan, özü həm ağadır, həm nökər, fikrim çatdıra biləm, heç kimə başı əyməyən. Belə insanlara nə deyirik? Domino insan. İndi dominant üzü ona görə deyirik ki, mübtadanın heç bir cümlə əzlindən asılacağı yoxdur. İki cümlə əzlindən əlaqə edilir. Biri mübtada, biri təyin. İkisindən də mübtada əsasdır. Xəbərlə təyin olunması. Elə təsəvvür edin, bax, belə təsəvvür edin. Evdə mübtada xəbər, valideynlərdir. Biri atadır, biri ana. Bax, belə təsəvvür edin. Necə ki, uşaq bu iki valideyndən, baxın, birini itirəndə, görürsünüz, hansı uşaq daha çox həyatda əziyyət çəkir? İkisini də itirəndə. Daha çox əziyyət. Ona görə dedik ki, bax, bu cümlədən mübtada xəbər ikisi də olmazsa olmaz. Amma biri olanda ən azından ailəni ayaqda saxlayır. İndi cümlədə ən azından mübtada xəbər biri olmayanda o biri cümləni ayaqda saxlayır. Cümlənin ana sütunu bu ikisidir. Fikrim çatıra bildinmi tam? Biri olması da digəri mütləq şəkildə olmalıdır. Ona görə dedik əsas, bax, qrammatik əsas bu ikisidir. İndi gəlin burada mübtada ilə xəbərin bizə əsas nə lazımdır? Testdə səndən nəyə soruşur? İfadə vasitələr. Sənin mübtadan nə ilə ifadə olunur, sənin xəbərin nə ilə ifadə olunur və ya əsas testdə bizdən bunu soruşur. Nə ilə ifadə olunur? İfadə vasitəsi. Suallar. Cümlə əzəlinin sualları bilmək mütləqdir. Mübtadanın sualı. Kim, nə, bir də hara. Kim, nə, hara. İnsan anlayışı bildirərsə, kim sualı verirsən cümlədə? Baxırsan, sənin sözündə insan anlayışı. Bitki, heyvan, cansız olarsa, nə sualını verirsən? Məsələn, Rus qrammatikasından fərqlidir. Rus dilində heyvana kto deyə sual verirlər, kim sual. Amma bizdən fərqlidir. Heyvandır, bitkidir, cansızdır. Biz mübtadam olaraq ifadə olursa nə sualı verirəm? Məkan anlayışı bildirən sözdürsə, hara sual verirəm? Aydındır. Bu oldu mənim mübtadamın sualları. Hələ ki mübtadadan danışaq, ondan sonra xəbərdən danışaq. Gəlin buranı hələlik ikinci dərəcəli üzvlərimizi götürək buradan. Buradan xəbəri yazaq, bölək. Buradan mübtadanın, buradan xəbər. Xəbər. Mübtadanın sualları oldu kimdə, hara? İsmin hansı halının sualıdır? Adlı hal. Demək, adlı halda olan isim və isimləşmiş digər nitq hissələri, cümlədə adlı hal ilə işlənə bilər. Mübtadanın ifadə vasitəsi sizcə əsas ifadə vasitəsi nə olur? İsim, təbii ki isim. Yazaq, isim. İsim və ismi birləşmələr. İsmi birləşmələr. Bu arada, isimlər ümumiyyətlə bütün cümlə əzlərinə aiddir, beşinə də aiddir. Sözlə ifadə olunanda deyirik, quruluşca sadə, məsələn, quruluşca sadə mübtada, sadə xəbər. Söz birləşməsindən ifadə olunanda deyirik, quruluşca düzəltmə. Quruluşca mürəkkəb mübtada. Yazın da yadınızda qalsın. Bax, sözlə ifadə olunanda quruluşca sadə hesab olunur. Söz birləşməsindən ifadə olunanda quruluşca mürəkkəb üs. Mürəkkəb üs. Hamısına aiddir. Hayır, tək buna aid deyil. Sonra nə ilə ifadə oluna bilər? İsmin xüsusiyyətini daşıyan daha nə var idi? İsmin xüsusiyyətini daşıyan? Məstər. Məstər və ya məstər tərkibi. Yəni, məstər söz birləşməsi əmələ gətirərsə, feili birləşmə. Məstər tərkibi. Sonra, ismi əvəz edə bilən nədən istifadə edə bilərik burada? Əvəzliklər. İsmi əvəz edən əvəzliklər. İsmi əvəz edən əvəzliklər hansılar idi? Bir yadımıza salaq. Şəxs əvəzlikləri. Ondan sonra qeyri-müəyyən əvəzlikləri. İşarə əvəzliyindən OB əvəzliyi. Mübtada yerində işlənə bilər.
Elə belə əvəzlik birbaşa mübtada ola bilər, yoxsa isimləşməlidir. Mütləq şəkildə elələri, belələri isimləşməlidir. Əvəzliklərlə ifadə ola bilər. Bundan başqa, hansı nitq hissələri isimləşib sonra mübtada ola bilər? İsimləşib. Sifət, əla. Sifətin xüsusiyyətini daşıyan daha nə var idi? Bəzi. Sifətin xüsusiyyətini daşıyan. Fe'li sifət. Bəzi əvəzlik, sifəti əvəz edən əvəzliklər əvvəlcə isimləşməlidir. Ondan sonra bəzi mübtada yerində olmalıdır. Fe'li sifət və ya fe'li sifət tərkibi. Yəni, ya fe'li sifət ya da fe'li sifət söz birləşməsi əmələ gətirib. Artıq tərkibdir. Fe'li sifət tərkibi. Aha. Fe'li sifət. Zərf, uşaqlar, isimləşə bilər? Mübtada yerləşənə bilərmi? Aha. Ayso. Görəsən, yuxarılar bu məsələyə necə baxacaq? Məsələn, yuxarı dairələr demək istəyirəm. İndi isimləşdirirəm. Deyirəm, yuxarılar, yuxarı yer zərfidir. Görəsən, yuxarılar bu məsələyə necə baxacaq? Kim? Yuxarılar. Bəli, zərf də isimləşə bilər. Zərf. Demək, bax, buradan bura. Sifətdir, fe'li sifətdir, zərfdir. Bəs say isimləşə bilərmi? Birincilər. Aysa, onu da bırakırsan. Zərf, say. Sifət əvəz edən əvəzliklər. Hə, bu tərəfdən keç, kameranın dalına keç. Yaxşı. Hə. Buradan keç. Evdənsə cavab ver. Deməli, sifət. Cavab. Telefonda gələndə səssizi al, zərf gələndə bilinməz. Demək, hansı nitq hissələri birinci mərhələ isimləşib, sonra mübtada yerində iştirak eləməlidir? Sifət, fe'li sifət, zərf, say. Bir də fe'li sifət tərkiblər. Bunlar isimləşərsə, buyursun mübtada yerində iştirak eləsin. İndi mən cümlələr deyərəm, siz mənə deyərsiniz ki, görün mən mübtada nə ifadə olunur. Yaxşı mı? Ha. Sonra gəldik. Demək, qururca sadə mübtada nədir, mürəkkəb mübtada nədir dedim. Və sizcə hansı mübtada suala cavab verilməz? Əla, sual əvəzilə ifadə olunur. Ümumiyyətlə tək mübtada yox. 5 cümlə ərzinin 5-inə də aiddir. İstər qrammatik əsaslar, istər də ikinci dərəcədir. Əgər sizin cümlə əzminiz fərqi yoxdur hansı, sual əvəzinlə ifadə olunursa, ona sualın neyinə sual verəcəksiniz? Suala sual vermək olmaz. Hansı cümlə əzminin sualıdırsa, altından da onun xəttini çəkirsən gedir. Məsələn, tutaq ki, deyirəm ki, kim bu sualın cavabını bilir? Burada mənim mübtadamı göstərin. Kim? İndi burada kim sualına mən dönüb sual verə bilmərəm. Mübtadanın sualıdır. Birbaşa mübtadanın xəttini çəkirəm gedir. Aydındır. İndi mən cümlələr deyirəm. Deyin görün mənim cümləmdə bu mübtadanın ifadə vasitəsi nədir? Cəldan Ömər. Məsələn, deyirəm ki, körpələr ağlaşırdılar. Aha, sifətlə ifadə olur. Doğrudur. Onsuz dedik ki, birinci mərhələ isimləşməlidir ki, o gələk mübtada alır. Yoxsa başqa cür heç şəkildə ola bilməz. Başqa bir misal. Məsələn, deyirəm ki, olimpiyadada qalib olanlar, alqışlanlar. Fe'li sonrası tərkibi. Olimpiyadada qalib olanlar. Düzdür, fe'li sifət tərkibi. Başqa bir misal. Deyirəm ki, oxumaq həmişə önəmlidir. Oxumaq nə ifadə olur? Məslərə ifadə olur. İndi bəs desəm ki, hər gün 1 saat oxumaq zehni möhkəmlənir. Məslər tərkibindən ifadə olunur. Doğrudur, seçə bilirsiniz. Yaxşı, başqa bir misala baxaq. Deyirəm, özüm gedəcəyəm. Əvəzliklə. İndi siz deyin görün, mənim əvəzliyim orada isimləşib yoxsa isim? Təbii ki, isimləşib. Çünki öz əvəzliyi, sifət əvəzliyilə əvəzliyi isimləşib. Doğrudur. Bunu da tapa bilirsiniz. Yaxşı, başqa bir misal. Çoxları bu məsələyə pis baxdı. Sayla ifadə olunur, düzdür. Sayla ifadə olunur. Yaxşı, başqa bir misal. Qeyb əskər paltarında silahlandı qəhrəman. Qəhrəman söz hansı hissəsidir? Sifət. Ən çox tezdə sizi çaşdıracaq şeylər. Yada saxlayın, orada qətiyyən səhv götürməyin. Qəhrəman, qoca, körpə, cavan, igid, əgər mübtədamız bunlarla ifadə olunarsa, lal, kar, kör, şikəst, bunlar hamısı nədir? Bunlar hamısı sifətdir. Bəs qarı sözü, qarıdır. Qarı isimdir. Bəs çağa sözü, o da isimdir. İndi baxın, nə ilə ifadə olunur, qətiyyən çaşmırsınız. Oldu.
Bir də feili sifətlə feildən düzələn sifətləri qarışdırarlar orada, yəni isimləşdirib verərlər. Bunu da səhv salmırsınız. Başqa, belə, mübtada, yəni çətin bir şey yoxdur ki, məncə də yoxdur. Tamamlıqla mübtadanın ifadə vasitəsi demək olar ki, eynidir. Bir dənə bax, bunlar varmı? Bunlara götürüb hal şəkilçiləri artırılır. Hal şəkilçiləri artırılır. Bunların hallanmış variantı olur tamamlıq. Tamamlıq nədir? İsimlərin hallanmış variantı və ya qoşmalı sözlər. İndi sizə bir sualım var. Qoşmalı söz mübtada ola bilər. Kimlə gəlmişdir? Qoşmalı söz tərkib əmələ gətirə bilər. O tamamlıqdır. Nümunə deyə bilərsiniz, qoşmalı söz mübtada ola bilərmi? Ola bilər. Ümumiyyətlə yadda saxlayın. Belə bir test paylaşmışdım mənim statusda. Yadınıza gəlir, bilməm, baxmışdınız ya yox. Qoşmalı sözlər hansı cümlə əzvində iştirak edə bilər? Hamısı. Qoşmalı sözlər bütün cümlə əzvləri yerində iştirak edə bilər. Hətta mübtada yerində. Mübtada yerində necə? İsimləşərək. İsimləşərək. Məsələn, deyirəm ki, buradan yazın mı? Sənin kimiləri, bax, sənin kimi qoşma isimləşdirdim. Lər-i. Fikir verdiniz? Cəmi məsbə çəkilsə artırdım. Sənin kimiləri, məsələn, çox irəli gedəcək. Çox irəli gedəcək. Aha, gedəcəklər. Çünki burada cəm var. Gedəcəklər. Sənin kimləri çox irəli gedəcəklər. Burada mənim mübtadam nə ilə ifadə olundu? Qoşmalı sözlə. Deməli, qoşmalı sözlə ifadə oluna bilər. Yetər ki, isimləşsin. Kim çatıra bildim? Asandır. Keçək bu xəbərə. Silin bunu. Bunun şəklini çəkirsinizmi? Yazırsınız. Çək. Buyurun. Gedəsi yerim var. Mənim də var. Qonaqlıqsa mənim də var. Linka baxarsan onda, yaxşı? Mütləq baxar, bax. Mübtadanı bildin, xəbəriniz olsun. Hədəfdə yoxdur. Yox, keçə bilməzsən. Hədəfdə var, kitabda var. Kitaba da bax. Linka izahına bax, sonra kitabdan öyrən. Xəliqdə kim oynayır? Yaxşı, yaxşı. Buyur. Xəliqində? Fasilə idi. Qısa bir pauza. Dərman. Məktubat demiş, heç hənanın yeridir. Qulaq asın. Xəbərin ifadə vasitəsi. Bir də bu arada mübtada nə bildirir deyəndə deyirik ki, mübtada haqqında danışılanı bildirir. Bəli, mübtada subyekt iş görən deyirik. Yəni, subyekt tamamlıq kimi də qabağımıza çıxa bilər. Məsələn, deyirəm, misal üçün, məktub Əsmər tərəfindən yazıldı. Orada məktubu yazan Əsmərdir. Subyekt, yəni tamamlıq da subyekt bildirə bilər. Mübtada adətən deyirik ki, haqqında danışılanı bildirir. Mübtadaya aid əlamət və hökmü bildirən cümlə əzvi xəbərdir. Təkrar edin. Mübtadaya aid əlamət və hökmü bildirən cümlə əzvi xəbərdir. Xəbərin ifadə vasitələri. Feili xəbər və ismi xəbər. Feili xəbər, ismi xəbər. İsmi xəbər nə ilə ifadə olunan xəbərdir? Bayaq yazdıqlarım ki var idi. Mübtadanın ifadə vasitəsi. Mübtadanın ifadə vasitəsi. O gördüklərinizə şəxs şəkilsə artırsaz olur xəbər. İsmi xəbər, yəni bircə feil olmasın. Yəni feilin şəkli. Bunu bura yazın. Feili xəbər nə ilə ifadə olunur? Feilin şəkli. Feilin şəkilləri. Yəni təsriflənən. Bəli. Təsriflənən feillər. Feillərin şəkillərini tam yadımıza salaq. Əmr şəkli, lazım şəkli, arzu şəkli, vacib, lazım, şərt, xəbər. Əmr şəklinin şəklisi var mı? Xeyr. Vacib şəklinin şəklisi var mı? Lazım şəkli, arzu şəkli, şərt şəkli, xəbər şəkli. Özünüzün şəklisi yoxdur ama zaman şəkilçiləri var. Zaman şəkilçilərini biz onları tanıyırıq, doğrudur. Əgər feilin təsriflənən feillər şəkillərlə ifadə olunursa, biz ona deyirik feili xəbər. Frazeoloji birləşmələr. Yazıram. Qısaca yazıram frazelər. Frazeoloji birləşmələrin ifadə olunan xəbər, o da feili xəbərdir. Amma bir məqam var. Əgər frazeoloji birləşmənin məstər kimi verərsə, onda onu ismi xəbər götürərsiniz.
Yaxşı? Çünki məslərin sualı nə? Nə? Frazeoloji birləşmə belə məsəl formasına düşsə, orada nə sualına cavab verir? Fikrim çatdıra bildim, yəni sualı dəyişir. Bir də feili xəbər bilirsiniz nə gedir? Yadda saxlayın. Feili əvəz edən sual əvəzlikləri. Bax, o da feili xəbər gedir, ha. Feili əvəz edən sual əvəzlikləri. Əvəzlikləri. Birdən, hə, çaşarsınız, etməyib. Yəni, etməyin, eləməyin. Biz ümumiyyətlə deyirik ki, əvəzliklə ifadə olunan xəbər ismi xəbərdir. Əvəzliklə ifadə olunan. Amma istisna. Feili əvəz edən əvəzliklər, sual əvəzliklər, onlar feili xəbər gedir. Nə oldu? Sizin zənginiz bitmədi, çox. Məsələn, misal, bura baxın, tutaq ki, deyirəm, nə etdi? Elə, nə olacaq? Nə olacaq? Uşaqlar, sualın içində belə feil var. Bilirsiniz niyə feili xəbər gedir? Sualın içində hərəkət var. Ona görə biz onu götürürük feili xəbər. Yadda qalar. Məsələn, misal üçün deyirəm ki, görürsən bu işlərin axırı necə olacaq? Necə olacaq? Bu gedir nə? Feili xəbər. Bildinmi bizim feili xəbərimiz nə ifadə olunur? İfadə vasitəsi bircə feil olmasın. Yerdə qalan. O bayaq mübtəda da yazdım. Bunların adlarla ifadə olunan. Adlar deyəndə söhbət hansı hissəsindən gedir? Feildən başqa hamısı. İsim. Hamısı deyərkən əsas hissələri nəzərdə tutulur. İsim, sifət, say, əvəzlik, sual əvəzlikləri bundan başqa. Əvəzlik, məstər. Məstərin sualı ismin sualıdır. Nə? Və məstər tərkibi. Feili sifət. Feili sifət tərkibi. Feili bağlama yaza bilərəm? Feili bağlama kim ləzdir? Səhvli. Feili bağlama olur. Cümlədə səhvli. Bir dənə istisna var, xəbər ola bilər. Deyirəm, onun ən yaxşı halı güləndədir. Güləndədir. Nə zamandır? Güləndədir. Bir dənə bu istisna kimi ola bilər. O da istisnanı nəzərə almırıq. Siz testlərdə götürərsiniz, feili bağlama xəbər olmur. Çünki testdə var. İsim, sifət, say, əvəzlik. Sonra nə oldu? İsim, sifət, say, əvəzlik. Zərf. Zərfi yazmamışam. Zərf. O da ismi xəbər sayılır. Predikativlər. İsmi xəbər. Predikativlər. Predikativlər sayaq. Var. Bunun əksi yox. Mümkün. Bəs, gərək, lazım. Bunlar predikativlər. Predikativ xəbərlərə sual verilmir. Bax, sual var orada ki, hansı xəbərlərə sual verilmir? Hansı xəbərlər sual tələb etmir? 1. Predikativlər. 2. Sual əvəzi ilə ifadə olunmuş xəbər. Bunu necə təxmin edirik? Məsələn, tutaq ki, deyirəm, mənim uğurlarım var. Hansı cümlədə var, xəbər yerində iştirak edilirsə, bilin ki, o cümlədə mübtəda var. Vara sual vermirəm. Birbaşa xəbərin xəttini çəkirəm. Bu mənim xəbərim. Sual tələb eləmir predikativlər. Nə var? Var olan şey nədir? Nə var? Mənim uğurlarım. Bu da mənim mübtəda. Mənim yəlik, uğurlarım, mənsubiyyət, parçalmaq olmasın. Bir yerdə gedir. Bu bəs sözü, bu həm də sual ədatı idi. Yadınıza gəlir, sual ədatı. Deyirəm ki, bəs xəbərin yoxdur, o sual ədatıdır. O bəslə bu bəsi qarışdırmayaq. Bəs xəbər yerində işlənəndə bilirsiniz hansı mənanı verir? Kifayətdir, yetər mənasında. Məsələn, deyirəm ki, gətirdiyin kitablar bəsdir. Yəni, yetər. Özü şəxs şəkil satılmışaq, bilirsiniz, bəsdir. Sonra, gərək sözü. Həm də arzu ədatı idi. Deyirəm ki, gərək bu sualların cavabını axtarıb tapam, gərək tapam, orada arzu ədatıdır. Bir də var, lazımlı mənasında işlənir. Onda predikativdir. Məsələn, deyirəm ki, bu sənət mənə gərəkdir. Yəni, mənə lazımdır. Lazımdır mənasını versə predikativdir. Onu deyib arzu ədatınla. Predikativ kimi cümlənin sonunda işlənir, şəxs şəkilsə artırılır, durdur artırılır, olur mənim xəbərim.
Ədat kimi cümlənin əvvəlində gəlir. Orada sual adı, sual çaları olur, arzu çaları olur, fərqli-fərqli mənalar verir. Amma predikativ kimi yetər mənasında işlənir, lazımlı mənasında işlənir. Bax, bununla demək olar ki, eyni olur. Aydın oldu mu? Predikativlərə sual verilir. Bir də sual əvəzinlə ifadə olunmuş, yəni xəbərlərə. Bu sözləri harada görsəz, bax, yada saxlayın. İdi. Bura bax, fikrin saxta olmasın. İmiş, isə, bir də deyil sözü. Baxın, bu hissəcik və deyil, inkarlıq bildirən söz. Nəyə artırsa, nəyə yapışsa xəbər. Aydın oldu. Sözə də qoşulsa, söz birləşməsinə də qoşulsa, ikisinə də qoşula bilər. Bu üçü özü təhkənə xəbər ola bilməz. Bax, buna özünü təhkənə idini belə xəbər götürüm olmaz. Olmaz. Məsələn, predikatlar özü təhkənə xəbər olur. Düzdür? Bax, özü təhkə xəbər olur. Amma idi, imiş, isə deyil sözləri özü təhkənə xəbər ola bilir. Mütləq özündən əvvəl gələn, indi söz mü gəlib, söz birləşməsi mi gəlib, nə gəlibsə, ona yapışır, ondan bir yerdə xəbər olur. Bunları biz feillərə də artıra bilərik, yəni feili xəbərin də içində bunu görə bilərsən, ismi xəbərin içində də görə bilərsən. Aydındır? Bir də şəxs şəkilçiləri. Şəxs şəkilçiləri. Bunlara biz ikinci adı xəbər şəkilçiləri deyirik. Çünki bu nəyə qoşulsa xəbər əmələ gətirir. Bəli. Və bunları sən iki xəbərin, ikisini də içində görə bilərsən. Həm feili xəbər, həm də ismi xəbər. Hər ikisinin içində bunu görə bilərsən. Çatıra bildim. Aha. Xəbər ifadə vasitələrdir. Yəni sözlə ifadə ola bilər. Söz birləşməsində ismi birləşmələr. Bura yazmadıq. Bax. Həm feili birləşmələrlə isim yazdıq bura. Həm də ismi birləşmələr. Fikir verirsiniz, eyni ilə mübtadada yazdığımız şeylərdir. Mübtadada yazdığımız ifadə vasitələri onlara sadəcə idi, imiş, isə, deyil, xəbər şəkilçiləri bunları artırsam, olur mənim cümləmin xəbəri. Bayaq tərifdə dedik ki, xəbər mübtadaya aid hökmü və əlaməti bildirir. Hökmü bildirir deyəndə söhbət feili xəbərdən gedir. Əlaməti bildirir deyəndə söhbət ismi xəbərdən gedir. İndi siz qətiyyən çaşmayın. Testin şərtində bax gör, səndən nə istəyir? Əgər desə ki, hansı cümlədə mübtadaya aid hökmü bildirir? Bil ki, səndən feili xəbər istəyir. Əlaməti bildirir deyəndə, bil ki, səndən ismi xəbər istəyir. Yada qalar. Sualınız var mı? Bir də mübtada xəbər arasında hansı əlaqə var idi? Uzlaşma. Oxun ucunu hara qoyub? Mübtadaya qoyaq. Bu mübtada, bu da xəbər. Oxun ucu mübtadaya uzlaşma əlaqəsi. Bu da qəti şəkildə yaddan çıxarmayaq. Ola bilərmi ki, mənim cümlədə, yəni mübtada ilə xəbər arasında uzlaşma əlaqəsi yoxdur. Bu nə vaxt ola bilər? Nə vaxt ola bilər? Uzlaşma əlaqəsi yoxdur. 200-dən biri yoxdur. Ya cümlədə mübtada yoxdur, ya xəbər yoxdur. 200-dən biri yoxdursa, orada uzlaşmadan da söhbət gedə bilməz. Çünki uzlaşacağı tərəf müqabili yoxdur. Aydındır? Məsələn, tutaq ki, deyirəm ki, sabah gələcəklər. Sabah gələcəklər. Burada uzlaşma əlaqəsi var. Xeyr, çünki mübtadam yoxdur. Onunla uzlaşacaq mübtadam yoxdur. Uzlaşma yoxdur burada. Sualınız var? Yaxşı, dayandıraq videonu.